ayağımız ilişəndə gülə bilərik, yıxıla bilərik. Sağ olun. Ne eləyə bilərik başqa? Yəni belə bir şey ya yoldaşlar. Hər kəsin diqqəti məndədir. Təşəkkür edirəm. Fərz eləyək ki, 5 yaşımız var. Biz hipnoz eləmirik də, o Afaq xanımın işidir. Biz belə daha təkli bir hiss edəcəyik. Adətən biz yıxılanda bizə nə deyirlər valideynlərimiz və tanışlarımız? Özün qal. Yıxıla uşaq öyrənirik, özün qal, özün qal. Bu şeyi məncə biz də eşitmişik, düzdürmü? Hətta bizim tanışlarımız, valideynlərimiz, dostlarımız bizə bunu deyirlər. Gəlin 5 yaşlı halımıza gedək və görək ki, biz qaçırıq və qabağımızda qəşəng bir yaşıllıq var. Buna gedəndə yıxılanda yaşıllığa nə hiss edərik? Yaşıllıq bizə nə verər? Hüzur, sevinç, çünki rahatlıqdır. Okey, oradan qalxıb biraz da qabağa gələndə palçıq görürük, ona yıxılırıq. Nə hiss edəcək? Üstümüz çitlənəcək, iyrənmə, ikrah hissi. Biraz da qalxdıq, daha da belə necə deyərlər, pafosla qalxırıq, əsəbləşirik. Daha da qəzəblə gedirik, yıxılırıq, əsəbləşirik. Çünki artıq 3-cü dəfədə yıxılırıq. Qəzəb hissi gəlir bizə. Və 4-cü dəfə gedəndə yıxılanda artıq biz əzilməyə başlayırıq. Çünki 4 dəfədə yıxılırıq. Bu bizə kədər hissini verir. Ən sonuncu isə yıxılırıq və bizə çox qəribə bir hiss gəlir. Slayd keçə bilərik, qorxu hissi. Çünki biz artıq 5-ci tərəfə yıxılmışıq. Bu arada mənə, bizim bir tamaşamız var idi, hisslərin söhbəti tamaşası. Mən onun qorxu obrazını canlandırırdım. Həm qorxudurdum, bugün sizi qorxutmaq niyyətim yoxdur bu arada, həm də qorxurdum. Bu şəkilə baxanda sizə bir hekayə danışacaq, ümid edirəm, bu arada burada aramızda qalar sizlə birlikdə, elə ümid edirəm. Mən gedirəm hardasa 2018-2019-cu illərə. Bu arada onu qeyd edeyim, mən fransız dili ixtisasını bitirmişəm. Növbəti şəkilə keçək zəhmət olmasa, bu şəkil məndə növbəti şəklin qorxusunu yaradır. Növbəti slayda keçə bilərikmi? Bu xanımı tanıyan var. Sağdakı məlum məsələ mənəm, soldakını deyirəm. Fransız, okey. Qəşək. 2015-2019-cu illərdə Fransanın sətri Madame Orlin Duchesse. Mən 2-ci kursda təhsil alırdım. Düşünürdüm ki, artıq 2-ci kursda mən fransız dilində çox yaxşı şəkildə danışa bilərəm. Okey. Bu tədbirdə həmin fransızlarla bağlı bir tədbir idi və yaxşı oxuyan bir tələbə olaraq hətta ki, bizim fransız səhvliyindən danışsın. Kim alt yazı ilə kinoya baxır? Okey. Səfirlə danışanda özünü alt yazısız kinoya baxırmış kimi istəyirdi. Bonjourdan başqa heç nə başa düşmədim, cavabında bonjourdan başqa heç nə olmadı. Çox uzun bir cümlə qurdu, mən sadəcə bir söz tutdum və bu mənim üçün bir bonjour hekayəsi oldu. Bu arada fransız dilində bonjour salam deməkdir. İstifadə edərsin, hadası lazım olar. Və mən bonjourdan başqa heç bir şey başa düşmədim. Ona dedim ki, okey, sən 2-ci kursda oxuyursan və sən universitetini bitirməyə çox az müddət qalıb, sən neynəyəcəksən? Sən fransız dilindən heç nə bilmirsən. Və mənim işimə çox qəribə bir şəkildə bir qorxu gəldi. Və insan qorxu hissini yaşayanda stresə düşür və fikirlər irəli sürməyə başlayır. Əslində, həyatımızın bir dönəmlərində bizə özün qal, sən bacararsan, güclü ol, daim irəlilə deyirlər. Və biz qalxdığımız anda heç kimizə nəyi necələyəcəyimizi demir. Biz özümüz qalxırıq, çünki özümüzdə bilmirik, və qarşımızdakı insan da bunu bizə demir. Və biz eyni düşüncədə qalxdığımız üçün bu qırmızı xal şəkli bir dairədir və biz o dairənin içərisində döngü qurmağa davam edirik. Soruşacaqsınız ki, neynədir? Bu etapdan sonra mən Fransanın Azərbaycandakı 3 səhvliyinə birlikdə çalışdım. Necə? O an mən özümə bir sual verdim ki, sənin buradakı missiyan tam olaraq nədir? Və mən danışmağa nəyə görə qorxurdum ki, bayaq kimi mənim ayağım ilişəndə mənə girərlər, bir cümləni səhv deyərəm, yenə də anlayacağım tək söz bonjour olar və mənə deyəcəklər ki, Füsun heç nə bilmir. 2-ci kursda artıq qismən çalışır və o heç nə danışa bilmir. Bu məndə qorxu yaranmışdı. Amma əslində anlamalı olduğum çox sadə bir şey var idi ki, mən çox fərqli bir mühitdəydim və mən ilk dəfədir ki, Azərbaycan dilindən fərqli bir dildə bir mühitdəydim, xaricilərlə danışırdım. Yəni, vəziyyət əslində bu qədər çox sadə idi. Sadəcə mənim gördüyüm tərəf, özümü mühakimə elədiyim tərəf idi. Mühakimələri artıq dəyişdirdim, özümü ondan bir dərs çıxarmaya başlamışdım, mən neyəcəm?
neyse dəyişmək üçün neyindir adətən? Hərəkət edirik, başqa nələr qəbul edirik? Qərarlar. Qərarlarımız nədən asılı olur? Şəraitlər nədən? Əvvəlki halımızdan və prinsiplərimizdən, təcrübəmizdən. Okey, sizə qəşəng bir texnika deyəcəm. Bunu eləsəz çox qəşəng olar. Gəlin belə bir test açaq. Bugün biz Ulduz xanım sağ olsun bizi bura gətirməkdə köməkli elədi. Maşın idarə edirdi. Və biraz tıxac var idi. Biz qərar verərkən 3H texnikasından istifadə etsək bizim üçün çox ideal olar. İngilis dili səviyyəmiz necədir? Abi, mən çox sözləri kifayət qədər bilirik. Head, əlasız. Heart, əla. 3H texnikası budur. Məntiq düşüncəmiz, head, heart, emosiyalarımız, yəni bizim duyğusal tərəfimiz, həm də isə əla hərəkətə keçməkdir. Okey, biz maşında gələndə yolda tıxac var idi, bir bu kesi götürürəm və biz də gecikirdik və Ulduz xanım çox gözəl maşını idarə edir. Məsəl üçün, mən səbirsizəm, deyirəm ki, əşi sür gedək də, yox da avtobus yolu ilə ged, düzdürmü? Mən burada məntiqli qərar verirəm. Çünki qorxudan geçir. Qəşəng, məntiqli qərarım nə ola bilər? 100 manat. 100 manat cərimə, 3 manat, okey, o da ola bilər. Məntiqli qərar bu olar ki, mən bugün TEDx-a gedirəm, çox yaxşı enerji ilə getməliyəm və yaxşı musiqiyə qulaq asaraq bu yolun tadını çıxarmalıyam. Qərarımı verdim, mən bunu göndərirəm harta, onu qəşəng ələsin. Düşünsün ki, bu emosional tərəfdən məni dəstəkləyəcək yoxsa yox. Dəstəklədik çünki mən burada sizinlə görüşə gəlirdim və çox həyəcanlıydım sizin qarşınıza çıxmaq üçün. Bu mənim həmin qərarımı dəstəklədi. Və mən bunu necə ələ aldım, həm də götürdüm və sadəcə dedim ki, okey, mən oraya gedirəm. Tərsinəsini düşünəyim. Qərarlar həmişə headdə başlayıb, hartdan süzgəcə keçib, həm də gəlməlidir. Bəzən insanlar çox emosional ola bilirlər, deyə bilərlər ki, mən qərarlarımı emosional olaraq vermək istəyirəm. Gəlin düşünək yaxşı. Əsəbiyəm, yol tıxacdır, emosional olaraq qərar verirəm ki, başım mən qapını açacağım, durub qarşıdakı sürücülə dalaşacağım. Emosionalam, əsəbiyəm, düzdürmü? Məntiqlə qərar versən, məntiqim deyəcək ki, düz edirsən. Çünki onsuz da gecikirsən. Nəticə nə olacaq? Dava. Bu doğru qərardımı? Kimə görə, nəyə görə? Amma məntiqi və ardıcıllıq baxımından əfslər olsun ki, doğru deyil. Bu qərar nəticəsində qeyd edildiyim kimi, mən artıq Azərbaycanda Fransanın 3 səfiri ilə çalışmış oldum. Bu da mənim keçdiyim qısa bir yoldur. Növbəti slayda keçək, çox qısa bir şey deyəcəm. Bu şəkil indi çəkilməyir. Bu şəkilin çox maraqlı bir hekayəsi var, bunu da sizlə bölüşmək istəyirəm. Hardasa bir ay müddət bundan əvvəl. Bu arada Linkrizin istifadə edən var. Linkrizin platformasıdır. İstifadə edənlər istifadə eləsin, mənə connection göndərsin, sizə hər cürə dəstək olmağa hazır. Mən bu Linkrizində hardasa, yəqin ki, AI-dan hər kəs istifadə edir də, süni intellekt, ChatGPT imtahanla keçən var. Çox hər şey qaldırılmış. Süni intellekt vasitəsilə bir prompt çıxmışdı ki, hansı ki, bu arada TEDx-dən təzə çıxmışdıq, izləyici kimi getmişdir və bir prompt var ki, özünü TEDx-də təsvir etmək. Dedim, okey, qoy bir sunayım, görüm necə görünəcək. Bu arada həmin kostyumda əlimdəki, dedim, bugün səni bununla geyinim. Və məni orada təsvir elədi, dedim, okey, bu arada bir dənə saçım məncə xətlidir, bir də pencə olaraq əlavə var. Və mən bunu LinkedIn-də paylaşdım və bugünkü TEDx-la bağlı heç bir məlumat yox idi və mənə Elvin bəy dəvət göndərdi ki, hardasa bir ay civarından sonra ki, bəs biz sizi TEDx-də speaker olaraq görmək istəyirik. Aha, Instagramda məşhur olan manifestation doğrudan gerçək oldu. Hansı ki, mənim bundan bağlı heç bir məlumatım yox idi. Ona görə də əslində bu bizim, bəzən biz nələrisə düşünürük, amma qərarda ona dilə gətirə bilmirik. Bəzən insanlar deyirlər ki, mən düşündüm, mənə kifayət elədi qərarım. Əslində, məsəl üçün, yəni belə bir şey deyirəm. Mən beynimdən bir fikir keçirəcəm, görüm ki, bunu təmin edəcək. Hara düşünmüşəm, yox, əsnaf görəcəm. Sizcə nə düşündüm mən? Nə düşündüm? Nə qədər uşaq var? Nə qədər uşaq var, maşallah, həqiqətən. Amma düşündüyüm
o deyildi. Mən məsəl üçün içindən düşünüyorum ki, alqışlayan, amma mən bunu dilə gətirmədim, düzdürmü? Dilə gətirmədiyim halda beyni bunu qəbul etmirsə, siz də bunu eşitmirsiniz və icrada heç bir şey yoxdur. Ona görə əgər biz qərar veririksə, özümüzlə bağlı, qarşımızdakı insanlarla bağlı, bir mənalı olaraq bunu səsli şəkildə ifadə eləməliyik. Yəni, heç kim bizim beynimizi oxuya bilməz, əgər hipnoz eləməyə bacarmırsa. Ona görə də mütləq şəkildə biz qərar verərkən bunu səsli şəkildə deməliyik. Bugün əslində məqsədi sizi qorxutmaq deyildi, qorxulardan biraz toxunub və yaxud da qorxu pisdir, ondan qorxulmaq lazımdır demək deyildi. Sadəcə olaraq qorxularınızı qəbul edib, onlara uyğun bir şəkildə davranmalıdır. Dinlədiyiniz üçün təşəkkür ederim.